Şəxsi 1000 bal dövriyyəmizə görə biz nə qazana bilərik? Deməli, 1000 bal dövriyyənizi deyək ki, komandasız ediriksə, bunu birbaşa 25% vuranda tam 250 manat qazanc əldə edirik. Əlavə olaraq da bunun üzərinə 12% gəlsək, yəni biz bilirik ki, BT1000-dən artıq bizim əlavə deməli faizlərimiz gəlir. Biz bunu qrupla da etsək, qrupsuz da etsək, yenə də 12%-imizi onsuz da götürəcəyik. Demək ki, bizim burada artıq aşağı yuxarı minimal 280, amma burada təbii ki 50 manatda hesablamaq bilərik və maksimum deyək 90 manatda hesablaya bilərik. Tam 340 manata kimi qazana biləcəyik. Bu necə ola biləcək? Deməli, belə ki, BT1000-i axı biz orada qeyd edirik ki, 2500-ə qədər biz 12%dayıq. Deməli, orada ümumi dövriyyə nə qədər çoxalırsa bu BT1000-in üzərində, o qədər də bizim, deməli, bax bu üstəgəldən sonraki qazancımız çoxalmış olur. Yəni, şəxsi dövriyyəmizi nə qədər artırsaq, hətta komandamız olmasa belə, biz gözəl gəlirlər götürə bilərik. Eyni zamanda 200 klubları yaddan çıxartmayaq. Orada da bilirsiniz ki, 6 ay ərzində endirimli məhsullar götürürük. Hansı ki, 70 manatdan 200 manata kimi. Yəni, bu heç bir yerdə yoxdur. Belə bir qazanc, bunu mütləq dəyərləndirin. Və əgər siz hətta bu şəxsi 1000 dərəcəsini edirsinizsə, deyək ki, bunu şəxsən edirsiniz və ya hər ay yeni, deməli, komandanıza dəvət etdiyiniz yeni müştəri əməkdaşlarınızla edirsinizsə, o zaman siz hətta şirkətin BT1000-inə görə 1000 klubuna belə qoşulursunuz. Orada da deməli 175 manatdan tam 1200-dən yuxarı pulsuz məhsullar qazana bilərsiniz. Bu da sizin özünüzdən asılıdır. Yəni nə qədər çox deyək ki, özünüzə bu şəraiti gözəl şəkildə yarada bilirsiniz və sistematik şəkildə bunu etmiş olsanız, təbii ki, heç qrup olmasa belə, mən bunu niyə görə vurğulayıram qrup olmasa? Çünki çoxlarınız hələ də etirazlardan, yoxlardan qorxduğunuza görə inkişafınızı ləngidirsiniz. Amma pul qazanmaq istəyirsiniz. Demək, belə halda siz şəxsi 1000 balınızı edərək, deyək ki, onlayn mağazanızı aktivləşdirərək və belə halda da siz 25%-nizi şəxsən götürəcəksiniz, 12%-nizi də təbii ki, ümumi dövriyyənizə görə əlavədən plus olaraq qazanırsınız. Düşünürəm ki, yəni heç yana getmədən evdə oturduğunuz şəkildə, onlayn şəkildə siz bu qazancı rahatlıqla əldə edə bilərsiniz. Təbii ki, sistematik şəkildə bunu etsəz. Bir gün edin, bir gün etməyimlə bu qazanca təbii ki, gəlmək mümkün deyil. Adi siz maaşlı işə belə gedəndə hər gün oraya getməyə məcbursunuz ki, ayın sonunda məbləğ maaşınızı qazana bilərsiniz. Eyni işdə elə onlayn şəbəkə işindədir. Sən hər gün edəcəyini təkrarlamaqdan yorulmamalısan ki, bu qazancı əldə edəsən. İnanıram ki, fikrimi sizə çatdıra bildim. Hər kəs uğurlar.